Xoş gördük hər birinizi. Bugünkü mövzumuz Teymurilər dövlətidir. Din birinci hissəsində Teymurilərlə bağlı verilmiş testlərin izahını verməyə çalışacağım. Testlərin izahına keçməmişdən öncə sizdən kiçik bir xahişim var. Kanala abunə olmağı, bəyənməyi və yorum yazmağı unutmayaq. Hər birinizə xoş izləmələr. Birinci testimizdə Teymur sərkərdələrin qurultayında əmir titulunu qəbul edərək 1370-ci ildə yeni bir türk dövləti olan Teymurilər dövlətinin əsasını qoymuşdu. İkinci testimizdə Əmir Teymurun hakimiyyəti dövründə Səmərqəndi soruşur bizdən. Bilirsiniz ki, Teymurilər dövlətinin iki paytaxtı olub. Əmir Teymurun dövründən Şahruxun dövrünə qədər Səmərqənd şəhəri, Şahruxdan sonraki dövrdə isə artıq Herat şəhəri paytaxta çevrilmişdi və paytaxt olduğu üçün də bizim bu testimizdə cavabımız sənətkarlıq və ticarət mərkəzinə çevrildi olacaq. Yəni B variantı olacaq. Üçüncü testimizdə 15-ci əsrdən Teymurilər dövlətinin paytaxtı olmuşdur. Bu bayaq dediyimiz məsələdir ki, burada Herat şəhəri olacaq Şahruxun dövründən etibarən. Dövlətlərin yaranmasının xronoloji ardıcıllığını müəyyən edin. Elxanilər dövləti 1258-ci ildə, Teymurilər dövləti 1370-ci ildə, Böyük Moğol dövləti isə 1526-cı ildə Babur Şah tərəfindən yaradılmışdı. Deməli cavabımız 1, 2, 3 olacaq ilə ardıcıllıqla A variantı. 5-ci testimizdə Əmir Teymurun hücumuna məruz qalmamışdır. Gürcüstan deməli 1394-cü ildə elə Əmir Teymurun Azərbaycana yürüşlərində demək olar ki, hər birində Gürcüstana yürüş var. Hindistan 1398-99-cu ildə Dehli Sultanlıq üzərinə yürüş edilmişdi. Osmanlı ilə biz məşhur Ankara döyüşünü xatırlayırıq. 1402-ci ildə, 1400-1402-ci il Əmir Teymurun Kiçik Asiyaya yürüşüdür. Azərbaycana isə 3 dəfə yürüş edib. Çin isə Əmir Teymurun belə deyək, son arzusu olaraq qalmışdı. Əmir Teymur 1405-ci ildə Çin üzərinə səfər edərkən vəfat etmişdi. Bu yürüş yarımçıq qalmışdı. 6-cı sualımızda Əmir Teymurun hücumuna məruz qalmamışdır. Bu da bayaqdan danışdığımız məsələlərdir. Burada Osmanlı, Hindistan, Gürcüstan və Azərbaycan çıxırıq. Cavab olacaq C variantı, yəni İspaniya dövləti, İspaniya və yaxud da ərazisi. 7-ci testimizdə uyğunluğu tapacağıq. Sarısarıqlar üsyanı bilirsiniz ki, 184-cü ildə Çində baş vermiş kəndli üsyanı idi. Bunun Hindistanla heç bir əlaqəsi yoxdur. Qırmızı qaşlılar üsyanı da eramızın 1-ci əsrində Çində baş vermiş digər kəndli üsyanlarından biri idi. Bu doğru cavab olacaq. Sərbədarlar üsyanı Mərkəzi Asiyada Monqollara qarşı baş vermişdi. Bunun Azərbaycanla əlaqəsi yoxdur. Xürrəmlər hərəkatı Azərbaycanda Ərəb xilafətinə qarşı baş vermişdir. Yəni Osmanlılarla əlaqəsi yoxdur. Məzdəklər isə bəli 481-529-cu ildə Sasanilər dövlətinə qarşı baş vermiş belə deyək bir hərəkat idi, üsyan idi. 1-4 olacaq cavabımız B variantı. 8-ci testimizdə də uyğunluğu müəyyən edəcəyik. Qırmızı qaşlılar Çin doğru cavabdır. Sərbədarilər Mərkəzi Asiyada oldu. Qeyd etdiyimiz kimi Jaklar üsyanı Fransada baş vermişdi 100 illik müharibə gedişində. Xürrəmlər hərəkatı Azərbaycanda, o Tayler isə İngiltərədə baş vermişdi 1381-ci ildə. Cavabımız oldu 2 və 5, yəni D variantı. 9-cu testimizdə də uyğunluğu tapacağıq. Paytaxt şəhərlərə uyğun olaraq qeyd etdiyimiz kimi Səmərqənd şəhəri Teymurilər dövlətinin paytaxtı olub. Naxçıvan nə Sazilərin, nə də Səfəvilərin paytaxtı olub. Azərbaycanda Naxçıvan mərkəz kimi Eldənizlər dövlətinin və Naxçıvan xanlığının mərkəzi olub. Həmədan şəhəri isə Atabəylər dövlətinin paytaxtı olub. Məhəmməd Cahan Pəhləvanın dövründə 1175-ci ildə paytaxt Həmədan şəhərinə köçürülmüşdü. Cavab olacaq E variantı. 9-cu testimizdə. 10-cu testimizdə Çingiz xan Əmir Teymurdan fərqli olaraq işğalçı müharibələr aparılmışdır. Cavabı hər ikisi üçün oxşar cəhətdir. Yeni dövlətin əsasını qoymuşdur. Hər ikisi üçün oxşar cəhətdir. Biri Böyük Monqol dövləti, biri isə Teymurilər dövlətinin əsasını qoymuşdur. Osmanlılarla müharibə aparmışdır. Bu Əmir Teymurun Çingiz xandan fərqi olduğu üçün testimizin cavabını ödəmir. Dövlətin ərazisini uluslara bölmüşdür. Bu da hər ikisi üçün oxşar cəhətdir. Çingiz xanın Əmir Teymurdan elə əsas fərqi məhz Şimali Çinin tutulması, Çin torpaqlarına hücum edilməsi olmuşdur. Cavab B variantı. 11-ci testimizdə Çingiz xan Əmir Teymurdan fərqli olaraq qeyd etdiyimiz kimi Çinə hərbi yürüyüş təşkil etmişdir. Cənubi Qafqaz da hər ikisi üçün oxşar cəhətdir. Belə ki 1220-22-ci illərdə Monqolların Azərbaycana edilmiş kəşfiyyat yürüyüşü məhz Çingiz xan dövründə təsadüf eləyir. Digərləri isə
Ərazisi uluslara bölmüşdür. Bu qeyd etdik oxşar cəhətdir. Mərkəzi Asiya hər ikisinin dövründə işğal edilmişdi. 14-cü əsrin sonları deməli Çingizin dövrünə təsadüf eləyir. 1219-21-ci il, daha doğrusu Əmir Teymurun 1219-21-ci illər isə Çingiz xan dövrünə təsadüf eləyir. Hindistana hərbi yürüş də burada diqqətli olmaq lazımdır. Hər ikisi üçün oxşar cəhətdir. 13-cü əsrin əvvəllərindən etibarən Çingiz xan ta ki Əlaəddin Xələcin dövrünə qədər biz deyirik ki, Monqollar Hindistana mütəmadi olaraq yürüşlər təşkil etmiş. Əlaəddin Xələc isə bu yürüşlərin qarşısını tamamilə ala bilmişdi. Əmir Teymur isə biz qeyd etdik zaten 14-cü əsrin sonları. 12-ci testimizdə Teymurlər dövlətinə aid deyil testidir. Qanunlar toplusunun qəbul edilməsi bu doğrudur. Teymurun qanunları. Paytaxtlarından birinin Herat şəhəri olması bu da doğrudur. Sərbədarlar üsyanının yatırılması isə Teymuri dövlətinə aid deyil. Teymurilər dövləti bilirsiniz ki 1370-ci ildə yaranıb. Sərbədarlar üsyanı isə 1365-66-cı illərdə baş vermişdi. Yəni Teymur tərəfindən bu üsyan yatırılsa da, tərəflərdən biri Teymur olsa da, bu üsyan Teymurilər dövlətinə aid deyil. Qaraqoyunların Astala salınması bu doğru fikirdir. Biz elə bunu deməli Şahruxun dövrünə aid eləyə bilərik. Sonra Şirvanşahlarla müttəfiq olması isə Əmir Teymurun dövründə, həmçinin ilə Şahruxun da Azərbaycana yürüşləri dövründə Teymurilərlə Şirvanşahlar müttəfiq olmuşdular. 13-cü test tapşırığımızda Teymuri və Qızıl Ordu dövlətlərinin oxşar cəhətini soruşulur. Eyni əsərdə süqut etmişlər. Deməli, bizim cavabımız elə bu olacaq. Teymurilər dövləti 1507-ci ildə, yəni 16-cı əsrdə süqut eləyib. Qızıl Ordu dövləti isə 1502 də deyirlər, 1503 də deyirlər. Hər halda 16-cı əsrin əvvəl kimi biz bunu qeyd edə bilərik. Cavab A variantı olacaq. Şərqi Avropada yaranan Qızıl Ordudur. Hindistana hərbi yürüşlər bu Teymurilərə aiddir. Deməli, eyni əsrdə yaranmışdılar. Teymurilər 1370-14-cü əsr, Qızıl Ordu isə 1243-13-cü əsrə təsadüf edir. Osmanlılar tərəfindən məğlub edilmişlər. Bu isə heç birinə aiddir. 14-cü test tapşırığımızda Teymurilər dövlətinin süqut etdiyi ildə Azərbaycanda mövcud olmuş dövlət. Baxırıq ki, biz 13-cü test tapşırığında qeyd etdik. Teymurilər dövləti 1507-ci ildə süqut etmişdir və bu ildə Azərbaycanda mövcud ola biləcək yeganə dövlət isə Səfəvilər dövləti idi. Belə ki, Qaraqoyunlular 1468-də, Ağqoyunlular 1501-ci ildə birinci qolu, 1503-cü ildə isə ikinci qolda süquta uğrayaraq tamamilə belə deyək, süqut etmişdi. Şəddadilər dövləti Səlcuqlar tərəfindən 1088-ci ildə, Atabəylər dövləti isə Xarəzmşah Cəllətin tərəfindən 1225-ci ildə süquta uğradılmışdı. Cavab C variantı oldu. 15-ci test tapşırığımızda Teymurilər və Qızıl Ordu dövlətlərinin tarixinə aid ümumi cəhəti tapacağıq. Deməli, Təbriz şəhərində ələ keçirmələri A variantına qeyd olunub. Bu isə bizim təbii ki doğru şəhərimiz, daha doğrusu cavabımız olacaq. Teymurilər elə birinci yürüşdə Əlincə qalası istisna olmaqla bütün Azərbaycanı ələ keçirmişdilər və biz burada Təbriz şəhərini qeyd edə bilərik təbii ki. Qızıl Ordu dövlətini isə biz 1385-ci ildə Toxtamış xanın Azərbaycana yürüşünü xatırlasaq, orada Təbriz şəhərini ələ keçirməyi qeyd edilmişdi. Cavab oldu A variantı. Digər variantlara baxdıqda eyni əsrdə meydana gəlmələri qeyd etdik ki, biri 14, biri 13-cü əsrdir. Osmanlı dövlətlə uğurlu müharibə aparmaları təkcə Teymurilər üçün səciyyəvidir. 15-ci əsrdə İslam dininin dövlətin rəsmi dini elan etmələri bu deməli heç birinə aiddir. Deməli Qızıl Ordu dövlətində biz Özbəyin dövründə qeyd etmişik dövlətin rəsmi dini elan olunması. Bu isə 14-cü əsrə təsadüf eləyir. Özbək 1313-1342-ci illərdə hakimiyyətdə olmuşdu. 16-cı əsr 2-ci yarısında süqut etmələri isə heç birinə aiddir. 16-nın 1-ci yarısında süqut ediblər. 16-cı test tapşırığımızda Teymurilər və Böyük Monqol dövlətinin tarixinə ümumi cəhət tapacağıq. Deməli, Hülaki dövlətlə müharibə aparmışlar qeyd olunub. Bu yanlışdır. Hülaki dövləti biz nəzərə alsaq ki, 1357-ci ildə süquta uğrayıb və 1357-ci ildə Teymurilər dövləti hələ də mövcud deyildi. Daha doğrusu hələ mövcud deyildi. Yaranmamışdı. B variantında ona eyni əsrdə yaranmışlar. Bu da yanlışdır. Böyük Monqol dövləti 1206-cı il 13-cü əsr, Teymurilər isə 1370-14-cü əsrdə yaranmışdır. C variantında Şirvanşahları tabi etmişlər. Bəli, elə bizim cavabımız bu olacaq uşaqlar. Deməli, Teymurilər Əmir Teymurun birinci yürüşündə 1386-cı ildə 1-ci İbrahim Dərbəndini biz xatırlayırıq. Burada öz itaətini bildirmişdi Əmir Teymura. Böyük Monqol dövləti isə eləməz 1239-u qeyd edə bilərik.
və yaxud da ki, ikinci Axislanı qeyd edə bilərik. Bunlar hamısı, yəni bu hökmdarlar Monqollardan asılılığı qəbul etmişdilər. Cavab C variantı olacaq. D-də Şimali Çini işğal etmişlər. Bu qeyd etdik ki, Teymurilərə aid deyil. Böyük Yasa isə Çingiz xana aiddir. Böyük Monqol dövlətinə aiddir. 17-ci test tapşırığımızda Çingiz xan və Əmir Teymurun ümumi cəhətini soruşur. Eldənizlərə yürüş etmələri bu Çingiz xana aid olan xüsusiyyətdir. 1220-22-ci illər Monqolların birinci yürüşü Eldənizlər dövrünə təsadüf edir. Osmanlılarla müharibə Əmir Teymura aiddir. Çinə yürüş etmələri bu təkcə Çingiz xana aiddir. Rus knyazlıqlarını tabi etmələri isə bu deməli Əmir Teymur ümumiyyətlə aid deyil. Çingiz xanın dövründə də Rus knyazlıqlarının tabi edilməsi yoxdur. Təkcə Rus qıpçaq qüvvələri ilə Kalka döyüşündə onların məğlub edilməsi var. Rus knyazlıqlarının tabi edilməsi Batı xan adı ilə bağlıdır. Monqolların Şərqi Avropa yürüşləri ilə bağlıdır. Cavab D variantı olacaq. Cənubi Qafqaza yürüş təşkil etmələri. Yenə də deyirəm 1220-22 Çingiz xana. İndi burada biraz səliqəsiz düşdü. 1386 da Əmir Teymuru desək kifayət edir. 18-ci test tapşırığımızda Əmir Teymurdan fərqli olaraq Baburu soruşur bizdən. Sərbədarlar üsyanını yatırtdı. Bu heç birinə aid deyil. Soruşsanız niyə? Çünki orada Əmir sözü var. Həmin vaxt Teymur elə Əmir titulunu qəbul etməmişdi. Ona görə biz ona aid edə bilmərik. Həm də Əmir Teymurdan fərqli olaraq Baburu soruşduğu üçün ümumiyyətlə testin düzgün cavabı deyil. B variantı Dehli Sultanlığını süquta uğratdı. Bəli. Bu bizim cavabımız olacaq. Belə ki 1526-cı ildə Panipat döyüşü nəticəsində Babur Şah sonuncu Dehli Sultanı olan İbrahim Ludini məğlub edərək Dehli Sultanlığının varlığına son qoyur və yeni bir Türk-Müsəlman dövləti olan Böyük Moğol dövlətini tabi edir. Bütün Hindistan Baburun dövründə tabi edilməyib, yeni dövlətin əsası hər ikisi qoyub, Türk mənşəli sülaləyə mənsub idi. Bu da demək olar ki, hər ikisi üçün oxşar cəhətdir. İndi Əmir Teymur biraz ziddiyyət təşkil edir, amma bunu biz qeyd edə bilərik ki, hər ikisinə aiddir Türk mənşəli. Çünki Əmir Teymurun, bu arada bir haşiyə çıxaq ki, biz Əmir Teymurun soy kökünə gedib çıxanda nə deyirik? Deyirik ki, Əmir Teymur türkləşmiş Barlas, Çağatay ulusunun türkləşmiş Barlas nəslindən idi. Yəni sonradan bunlar türkləşmişdilər. Ona görə bunlara türk mənşəli qəbul etmək olar. 19-cu testimizdə deməli Babur Şahdan fərqli olaraq Əmir Teymur soruşulur. Osmanlıları məğlub etdi. Bəli, elə cavabımız bu olacaq. Biz bir məal olaraq yadda saxlamalıyıq ki, Babur Şah və ondan sonraki gələn hökmdarlar içərisində, yəni Böyük Moğol dövləti heç bir zaman Osmanlı dövləti ilə müharibə aparmayıb. Aydındır. Əmir Teymur isə təkrar dəfələrlə deməyə ehtiyac var məncə. Ankara döyüşünü desək bəs edir. Türk mənşəli oxşardır. Panipat döyüşündə qalib gələn Baburdur. Yəni Baburun Əmir Teymurdan fərqidir. Yeni dövlətin əsasını qoyan hər ikisidir. Dehli Sultanlığı süquta uğradan da Baburdur. 20-ci test tapşırığımızda Xubilay xan ilə Teymur hökmdarı Şahrux xanı müqayisə eləyəcəyik. Xubilay xan bilirsiniz ki, Böyük Monqol dövlətinin hökmdarı olub. Teymur isə Teymurun hökmdarı Şahrux isə adından da bəlli olduğu kimi Teymurlar dövlətinin hökmdarı olub. İndi biz cavablara baxaq. Çinin cənub ərazilərinin işğal edilməsi bu Xubilay xan adı ilə bağlıdır. Yəni Teymurun arzusu olur Çin tutmaq, tuta bilmir. Ondan sonra gələn hökmdarlar isə heç biri Çinə maraq göstərməyib və hər hansı bir Çin ərazisinin tutulması müzakirə mövzusu belə deyil. Yeni sülalənin əsasının qoyulması bu da Xubilay xan adı ilə bağlıdır. Belə ki, Çində Yuan, Monqol mənşəli Yuan sülaləsinin əsasını qoymuşdu. Şirvanşahlar dövləti ilə müttəfiq olması bu Teymuri Şahruxun adı ilə bağlıdır. Demək, Alaşkert döyüşü. Biz orada qeyd etmişdik ki, Şahruxun müttəfiqi Ağqoyunlu bəyliyi və Şirvanşahlar olmuşdu. Şirvan hökmdarı Xəlilullahın dövründə. Sonraki məsələ Qaraqoyunlu dövlətin asvetə salınması. Bu da Şahruxun adı ilə bağlıdır. Qara İskəndərin məğlub edilməsi, Cahanşahın gətirilməsi və Şahruxun ölümünə qədər Cahanşah dövləti Teymurlərdən asılı vəziyyətdə idarə etmişdi. Paytaxtın köçürülməsi isə uşaqlar hər ikisi üçün oxşar cəhətdir. Xubilay xan Pekinə köçürmüşdü, Şahrux isə Herata köçürmüşdü. Cavab olacaq E variantı. 21-ci testimizdə klasteri tamamlayacağıq. Əmir Teymur və Osmanlı dövləti arasında müharibənin səbəbləri,
Əmir Teymurun Kiçik Asiyaya yürüş etməsi. İndi baxırıq. Deməli burada nə soruşulur bizdən uşaqlar? Əmir Teymurla Osmanlı dövləti arasında müharibənin səbəblərini tapacağıq. Bu birinci olacaq nə? Əmir Teymurun ön Asiyaya mühüm ticarət mərkəzlərinə sahib olmaq istəyi və Kiçik Asiyadakı bəzi hakimlər var idi ki, onlar öz müstəqilliklərini bərpa etmək istəyirdilər. Xüsusilə Türkmenlərdən söhbət gedir, Türklərdən söhbət gedir burada. Onlar Teymura müraciət etmişdilər və bu da təbii ki Osmanlılarla Teymurlar arasında münasibətlərin pisləşməsinə gətirib çıxaracaq və müharibə baş verəcək. Deməli cavab nə olacaq? Baxırıq biz ön Asiya məsələsi 2-də öz əksini tapıb, Kiçik Asiya 4-də. Yəni 2 və 4 olacaq cavabımız E variantı. 22-ci testimizdə demək xəritə sualından söhbət gedir. 13-cü əsrin 90-cı illərdə Əmir Teymurun yürüş etdiyi ərazini tapacağıq. Biz birinci ərazilərə baxmalıyıq. Bir ərazisi Azərbaycana, Xəzər dənizini görən kimi biz burada Azərbaycanı qeyd edirik. 2 ərazisi Anadolu ərazisidir, Kiçik Asiya ərazisidir. Yəni biz dövrə nəzər salsaq Osmanlı dövlətidir. 3 Suriya, Fələstin tərəfləridir. 4 Misirdir. 5 isə uşaqlar Xəzər dənizi bu istiqaməti təxminən Mərkəzi Asiya torpaqlarıdır. Biz elə bura Səmərqənd desək məncə heç bir qorxusu olmaz. Yəni Mərkəzi Asiya torpaqları kimi də qeyd edə bilərik o başlıq altında və baxırıq ki 90-cı illərdə, 1390-cı illərdə Əmir Teymur hara yürüş edib? Əmir Teymurun Misirə hər hansı bir yürüşü yoxdur. Yəni 4 ərazisinə. Kiçik Asiyaya yürüyüşü 1400-1402-ci illər təsadüfidir Osmanlı. 5 ərazisi isə müzakirə mövzusu belə deyil. Cavab qaldı nə? 1. Yəni Azərbaycan ərazisi. Aydındır. Məsələn 1399 Əmir Teymur 3-cü yürüyüşü. Sonra 23-cü test tapşırığımızda Əmir Teymurun və Şahruxun müqayisəsini aparacağıq. Bax Çini görən kimi biz ardın oxumuruq. Bütün variantlardan Çini çıxırıq. Məhz bu cavabı da bura qoymaqla sizin elə diqqətinizi yoxlamaq istəyirlər. Görürsünüzmü? Bir dənə A variantını çıxan kimi testimizin cavabı tapıldı. Aydındır. Hələb və Şam şəhərləri bu Əmir Teymurun dövründədir. Şirvanşahlar dövləti ilə müttəfiq olması hər ikisinə aiddir. İbrahim Dərbəndi ilə Əmir Teymur, Xəlilullahla isə Şahrux müttəfiq olub. Qaraqoyunlu dövlətinin Astivetə salınması bunu bayaq qeyd etdik ki, təkcə Şahruxa aiddir. Çünki bu sizi çaşdırmasın. Məsələn, Qaraqoyunlu dövləti 1410-cu ildə yaranıb, Əmir Teymur isə 1405-ci ildə vəfat edib. Bu yəni xronoloji zaman olaraq da mümkün deyil. Sonra E variantında Ağqoyunlu bəyliyi ilə müttəfiq olması, bu da hər ikisi üçün oxşar cəhətdir. Şahruxu bayaq qeyd etdik Alaşkert döyüşündə. Əmir Teymurun isə Qarayoluk Osman bəyin dövründə Ağqoyunlu bəy ilə müttəfiq əlaqələri olmuşdur. Hətta Qarayoluk Osman bəy Əmir Teymurun, daha doğrusu sonraki dövrdə Əmir Teymurun deməli Osmanlıya yürüşündə Ağqoyunlular onlara hərbi cəhətdən kömək etmişdilər. Bu düzdür, Qarayoluk Osman bəyin dövrünə düşmür, ondan sonra gələnlərin dövrünə düşür, amma istənilən halda müttəfiq olmuşdular. Cavab olacaq D variantı. 24-cü test tapşırığımız Şahruxla Hüseyin Bayqaranı biz müqayisə edəcəyik fərqli-fərqli. Baxaq, Qara Yusifə qarşı döyüşlərdə uğur qazana bilməməsi. Bu əlbəttə ki bizim testimizin doğru cavabları içərisində yer almalıdır. Biz bilirik ki Qara Yusif Teymurları məğlub etmiş, Qəzvini, Sultaniyanı falan geri qaytarmışdı. Məhz Şahruxun Azərbaycana yürüş səbəblərindən də biri bu olmuşdu. Deməli A variantı bizim testimizin cavabları içərisində olmalıdır. Paytaxtın Herata köçürülməsini isə biz bundan əvvəlki testlərimizdə dəfələrlə qeyd etdik ki, Şahruxa aid bir xüsusiyyətdir. Hindistanın şimalı isə Əmir Teymura aiddir. Hüseyin Bayqara itirilmiş torpaqları geri qaytaracaq. Yəni Teymurların sonuncu qüdrətli hökmdarıdır Hüseyin Bayqara. Paytaxtın Səmərqəndə köçürülməsi isə heç birinə aiddir. Yəni zaten dövlət yaranarkən dövlətin ilk paytaxtı Səmərqənd olub. Ona görə hər hansı bir köçürülmə ilə bağlı bir məsələ ola bilməz. Şeybanilər dövlətinə qarşı müharibə aparılması bu da doğrudur. İndi yəqin ki növbəti testlərdə Şeybanilərlə bağlı bir məsələ olacaq. Orada daha təfərrüatlarından danışarıq. Olmasa da eybi yox. Yenə bu testə qayıdıb burada Şeybanilərlə bağlı müzakirə apararıq. 25-ci testimizdə Osman artıq açıq suallara keçdi. Belə baxıram. Bəli, açıq suallardır. 25-ci isə Osmanlı və Teymuri dövlətlərinin oxşar cəhətləri soruşulur. İnzibati cəhətdən uluslara bölünməsi Teymurilər üçün səciyyəvidir. Cənubi Qafqaza yürüş bu doğrudur. Teymuriləri biz bildik. Osmanlıda məsələn biz elə Süleymanı qeyd edə bilərik. Sultan Süleymanı. Ondan sonra 3-cü Əhmədi qeyd edə bilərik. 3-cü Muradı qeyd edə bilərik və s. və ilə axır.
Mərkəzi Asiya Osmanlıyı bir məna olaraq yadda saxlayırıq ki, heç vaxt yaranmasından süqutuna qədər Osmanlı Mərkəzi Asiyanı görməyib. Səbəb olaraq da uşaqlar biz məsələn ortada Səfəvi dövlətini qeyd edə bilərik ki, Səfəvilər onlara əngəl olublar. Əgər Azərbaycan işğal olunsaydı, Səfəvilər işğal olunsaydı, böyük ehtimalla Osmanlı Mərkəzi Asiyaya tərəf də üst tutacaqdı. Amma bu mümkün olmamışdı. Sonra Akkoyunlarla müharibə aparılması da bizim doğru cavablarımız içərisində yer alacaq. Akkoyunlar Osmanlılarla 1461-ci il Qoylisar döyüşü, 1472 Beyşehir, 73 Malatya Vortluqbeli döyüşləri, Teymurlar dövlətində isə biz təkcə bir dəfə xatırlayırıq bunu. Bu da Əbu Səidin dövrü, Teymur hökmdarı Əbu Səidin dövründə Azərbaycana yürüş etsə də Akkoyunlu Həsən Padşah onun Muğan düzənliyində məğlub edərək geri qaytarmışdır. Hətta Əbu Səid mənsəb etməklə döyüşdə öldürülmüşdü. Timar torpaq sahibisi Osmanlı dövlətinə aiddir. 25-də 2-4 oldu. Çox qəşəng sual idi. Məncə kifayət qədər izah verdim. 26-cı testimizdə hadisələrin yerini dəyişib, xronoloji arızadan tapacağıq. Əmir Teymurun Hindistana yürüş etməsi, gəlin elə biz bunu 1398 olaraq qeyd eləyək. Əmir Teymurun Ərəb İraqı və Cənubi Qafqazı fəth etməsi desə, biz nə zaman götürə bilərik onu? Məsələn elə Əmir Teymurun deməli, birinci yürüşünü qeyd etmək olar. 1386. Sonra Terek çayı sahilində döyüşdə Əmir Teymurun Toxtamışı məğlubiyyətə uğratması 1395-dir. Əmir Teymurun Mərkəzi Asiyanı tabe etməsi. İndi bu biraz ziddiyyətli məsələdir. Amma biz əgər Əmir Teymurun Mərkəzi Asiyanı tamamilə fəth etməsini deyiriksə, bu 14-cü əsrin sonlarına təsadüf edir. Təxminən 1388-88-ci ilə qədər deyə bilərik. Belə gəlin 88 götürək bu yürüşü. Əmir Teymurun Mərkəzi Asiyanı tabe etməsini. 1388. Deməli, nə qeyd etdik? İndi baxacağıq, görəcəyik ki, hansıları dəyişmək lazım imiş. Uşaqlar, 1 ilə 3-ü. Düzdürmü? Yox, 1 ilə 3-ü dəyişsə düzgün gəlmir. 1 ilə 4-ü. 1 ilə 4-ü. Amma 1 ilə 4-ü də dəyişsə cavablar düzgün gəlmir. Deməli, bir daha baxaq uşaqlar. Əmir Teymurun Hindistana yürüyüşü 1398-dir. Əmir Teymurun Ərəb İraqı və Cənubi Qafqazı fəth etməsi. Bu deməli uşaqlar, Əmir Teymur 3 illik yürüyüşü ilə əlaqədardır. 1385-88-ci illərdə baş vermişdi. Aydındır. İndi bunu burada nətər götürürlər? Əmir Teymurun da Mərkəzi Asiyanı tabe etməsi bu 14-cü əsrin sonlarına qədərdir. Bəlkə bunu 1370-ci illər olaraq götürüblər. Əgər biz 1370-ci illər olaraq götürsək, burada 1-4 olacaq cavabımız. 1-4. Amma bizim dərslikdə qeyd olunur ki, Əmir Teymur 14-70-ci illərdə Mərkəzi Asiyanın böyük bir hissəsini ələ keçirir, Xarəzm istisna olmaqla. 14-cü əsrin sonlarına qədər də Xarəzmi tutur. Bununla da Mərkəzi Asiyanın işğalını başa çatdırır. Bu testdən mənim gözüm su içməli. Amma belə dediyimiz kimi 70-ci illər kimi yanaşsaq, cavab 1-4 olacaq. 27-ci testimizdə Çingiz xan və Əmir Teymurun fəaliyyətindəki oxşar cəhətləri tapacağıq. Dövlətin inzibati cəhətdən uluslara bölünməsi, bu doğrudur. Pekin şəhərini tutmaları, bu Əmir Teymura aid deyil. Mərkəzi Asiya təbii ki doğrudur. Şimal Çini işğal etmələri Çingiz xana aiddir. Cənubi Qafqaza hərbi yürüşlərdə doğrudur. Cavab 1-3-5 olacaq. Bu 26-cı testdə mənim fikrim orada qaldı, amma eybi yox. Baxacağıq ona. 28-ci test. Teymurilər dövləti Böyük Səlcuq dövlətindən fərqli olaraq Osmanlılarla müharibə aparmışdır. Doğrudur. Qaydırıq nəyə? Böyük Səlcuq dövləti xronoloji zaman baxımından da Osmanlıları görməyib. Teymurlər isə 1400-1402-ci il Şirvanşahları tabi etmişdir. Bu hər ikisi üçün oxşar cəhətdir. Teymurları qeyd etmişik. Böyük Səlcuq dövlətdən 1066-cı ildə Alparslan dövründə Şirvanşahları tabi etmişdir. 16-cı əsrdə süqut edən Teymurilərdir. Böyük Səlcuq dövləti 1157, yəni 12-ci əsrdə süqut etmişdir. Cənubi Qafqaz isə doğrudur. Cavab olacaq 1-4. Bu tipli testlər açıq tipli test kimi də düşə bilər qəbul imtahanlarında, Venn diaqramı kimi də düşə bilər və yaxud da elə bu formada düşə bilər bizim qəbulumuzda. 29-cu testimizdə də Böyük Səlcuq və Teymuri dövlətlərinin ümumi cəhətini tapacağıq. Təbriz şəhərinin tutulması hər ikisi üçün oxşar cəhətdir.
Rəvvadilər tabe edilərkən Böyük Səlcuq Təbrizi tutmuşdu. Teymurilər isə qeyd etmişik birinci yürüşdə. Osmanlılarla müharibə Teymurlara aiddir. 16 səs süqut etmələri Teymurlara aiddir. Cənubi Qafqaza yürüş etmələri hər ikisi üçün oxşar cəhətdir. Bağdadın tutulması isə heç birinə aiddir. Yəni hər ikisi Bağdadı tutur, amma Teymurilərdə Abbasilər xilafəti yox idi. Abbasilər xilafəti artıq 1258-ci süqut etmişdi. Bu bir növ yuxarıdakı testin təkrarı idi. Yuxarıdakı testin təkrarı idi. Üzr istəyirəm. Yuxarıda uşaqlar fərqli cəhətini soruşulmuş. Mən 1-4 qeyd etmişəm orada. Fərqli cəhəti 1-3 olacaq. 1-3. Deməli, Osmanlılarla müharibə aparıb Teymurun bir fərqi, 16-cı əsrdə süqut edib Teymurun digər fərqi. Üzr istəyirəm uşaqlar, 28-də 1-3 olacaq, burada 1-4 olacaq. Oxşar cəhət soruşursa. Sonra 30-cu testimizdə Teymuri dövləti ilə Ağqoyunlu oxşar cəhətlərini tapacağıq. Qaraqoyunlarla müharibə aparılması təbii ki doğrudur. 1406-nı qeyd edə bilərik biz Teymurilərlə, 1408 Sərdurud döyüşünü qeyd edə bilərik, Alaşkert döyüşünü qeyd edə bilərik. Ağqoyunlarla Qaraqoyunların isə Muş döyüşünü desək kifayət edər. Uluslara bölünmə Teymurilərə aiddir. Səfəvilər dövlətlə müharibə aparılması Ağqoyunlara aiddir. Osmanlı dövlətlə müharibə aparılması hər ikisinə aiddir. Hindistana hərbi yürüş təşkil edilməsi Əmir Teymura aiddir. Cavab oldu 1-4. 31-ci testimiz xronoloji ardıcıllıqdır. Osmanlı dövlətinin yaranması 1302. Bizansın süqutu 1453-cü ildə Fatih Sultan Mehmet tərəfindən Osmanlılar tərəfindən süquta uğradılmışdı. Həştərxan xanlığının Rusiya tərəfindən işğalı 1556, 52-də Qazan xanlığı, 56-da Həştərxan idi. Teymurların yaranması 1370. Cavab nə olacaq? Deməli 1, 4, 2, 3. 1, 4, 2, 3. 2, 3. Sonra 32-ci sualımızda da dövlətlərin yaranmasını tapacaq xronoloji ardıcıllıqdan. Cəlalilər dövləti 1340-cı ildə Bağdadda yaradılmışdı. Qızıl Ordu dövləti 1243-cü ildə, Böyük Moğol dövləti 1526, Teymurilər isə 1370. Cavab nə olacaq? 3, 1, 4, 2. 3, 1, 4, 2. Sonra yenə də xronoloji ardıcıllığı tapacağıq biz. Teymurilər dövlətinin süqutu 1507, Dehli Sultanlığı süqutu 1526, Kulikova döyüşü 1380. Aydındır. Cavab olacaq 3-1-2. 3-1-2. Sonra 34 də xronoloji ardıcıllıqdır. Monqolların Dehli Sultanlığına yürüşü. Yəqin ki buradakı hadisələr bir-birindən tamam fərqli olacaq. Çünki Monqolların Dehliyə yürüşü çoxdur. Gəlin elə biz bunu 13-cü əsr olaraq qeyd edək ümumi başlığı altında. Əmir Teymurun yürüşün 14-cü əsr, deməli 1398 kimi qeyd edək. Baburun da 1526 16-cı əsr. Belə görürsünüzmü? Belə eləyəndə problem olmadı. Yenə də burada olacaq nə? 1, 2, 3. Bəli, Teymurilər dövləti ilə bağlı verilmiş test tapşırıqlarının sonuna gəldik. İzlədiyiniz üçün hər birinizə dərin təşəkkürlərimi bildirirəm. Çox sağ olun.